Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədənli üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, narsis kişilərlə cinsi münasibət yaşayarkən qadınların uğradığı zərərlər nələrdir? Yəni onları hansı ağır zərbələr gözləyir? Ümumiyyətlə, narsist dedikdə qısa keçirəm. Egosentrik bir şəxs nəzərdə tutulur ki, bu adi egoizm deyil. Bu insan patoloji cəhətdən inanır ki, ən ağıllısı, ən qabiliyyətlisi, ən bacarıqlısı, ən yaraşıqlısı, ən güclüsü, ən dindarı, ən intellektualı özüdür. Hər kəs ona çalışmalıdır, onun başında pərvanə kimi fırlanmalıdır. Hər şeyin ən yaxşısına o layiqdir. Yəni, bir başqalarını maddi, mənəvi, ekonomik cəhətdən istismar eləyir. Yəni, qadınlarda da narsistlik olur da, lakin bu kişilərdə daha çox rast gəldiyinə görə kişi-qadın münasibəti, kişi narsist, qadın qurban münasibətini burada əsas götürürük. Çünki ən çox rast gələnləri bunlardır. İndi bir-bir sadalamağa başlayaq ki, narsist kişi ilə bir qadının cinsi münasibəti qadında hansı fəsadlara yol açır? Birincisi, emosional istismardır. Narsist kişilərdə seksual perversiyalardan daha çox sadizm görsənir. Yəni, başqalarına cinsi zəmində, cinsi həyat zəminində əzab verməkdən zövq almaq. Boğmalar, vurmalar, cürbəcür əziyyətlər etmək. Düzdür, bu normal insanda da bəzən görünə bilər, yəni narsist olmayan insanda. Lakin narsistlərdə bu daha şiddətli olur. Bu da qadının travma almasına gətirib çıxardır. Həm fiziki, həm psixoloji. İkincisi, cinsiyyətin bir manipulativ vasitə olaraq təqdim olunması. Təbii ki, qadının özünün cinsi ehtiyacları olur. Hər kəsə məlumdur ki, qadın emosional cəhətdən narsistlə bağlı olur və bir də görsən, narsist onu cəzalandırır, yatağını aylarla ondan ayırır. Amma bu, burada manipulyasiya məqsədi idi hər şeydə. Yəni, ta ki, qadın narsist kişinin dediklərini edənə kimidir. Yəni, ailə və məişət zəminində. Yəni, özünü yaxşı aparmayanda o cinsəllik demək olar ki, verilmir. Yəni, bir növ cəza və mükafat tipindən bir rəftar başlayır. Üçüncüsü, narsistlərdə empatiyası ya yoxdur, ya da çox zəifdir. Qarşı tərəfi ümumiyyətlə nəzərə almır. Yəni, qarşı tərəf qadın, yəni, ola bilər ki, doğrudan da həmin gün heç keyfi yoxdur. Ola bilər, adət dönəmini yaşayır. Ola bilər, deyək ki, hansısa ağrıları var, başqa narahatçılıqları var. Yəni, bir sözlə, uyğun olmadığı anlarda belə narsist kişi onu cinsi həyata məcbur edir. Hətta gecə yatanda yuxudan da durğuza bilər. Yalnız və yalnız o nə zaman istəyirsə, narsist kişi nə zaman istəyirsə bu cinsi həyat olmalıdır. Daha sonra, dördüncüsü, cinsi münasibətdə ümumiyyətlə qadına lazım olan ön sevişmə yoxdur. Yəni ki, öpüşmə, qucaqlaşma və yaxud da sığallama. Sadəcə aktın özü var və perversiyalar var. Ondan sonra üzünü çöndərib yatmaq var. Yəni, bu da qadını özünü dəyərsiz hiss eləməsinə gətirib çıxardır. Sonra, beşincisi, yalnız və yalnız öz seksual arzuları, istəkləri narsist kişinin ön plandadır. Yəni, qadının heç bir arzusu, istəyi nəzərə alınmır. Özdə kişi, narsist, qadın qurban münasibətlərində ümumiyyətlə qadın o qədər emosional cəhətdən narsist kişidən asılı olur ki, öz ehtiyaclarını, seksual zövqlərini belə dilinə gətirə bilmir, ifadə edə bilmir. Və bu da cinsi münasibətin onun üçün bir əzab olmasına gətirib çıxardır. Və nəhayət altıncısı, bu da çox önəmli məsələlərdən biridir.
qadının ümumiyyətlə sərhədlərinə hörmət edilmir cinsi münasibətdə. Yəni cinsi münasibətin elə bir tərəfləri var ki, hər bir qadının özünün sərhədləri var, hansı ki, o şey onun üçün qəbul edilməz bir şeydir. Lakin ona məcbur edilir. Nəticə etibarilə yıpranmış, aqressiv, içinə qapanıq, həyatda heç kimə güvənməyən, empatiya duyğuları zəifləmiş və narsistlə birlikdə qaldığına görə də bəlkə də onun kimi manipulativ bir qadın meydana gəlir. Və bəzi proseslər də sözsüz ki, geriyə döndərilə bilmir. Təəssüflər olsun ki. Diqqətinizə görə minnətdaram. Sağ olun.